Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve değerli Müslümanlar, değerli kardeş ve bacılarımız, bugünkü cümə hutbemizin mevzusu oruç hakkında olacaktır. Uca Rabbimiz Kur'an-ı Kerim'in bir ayesinde böyle buyurur. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu kutibe aleykumus siyamu kema kutibe alellezine min qablikum leallekum tettegûn. Ey iman getirenler! Oruç tutmak sizden evvelki ümmetlere vacip edildiği kimi size de vacip edildi ki belki bununla pis emellerden, günahlardan korunup çekinesiniz. Yani tekva sahibi olasınız. Rabbimizin hitabı iman getirenleredir. Ve buyurur ki ey iman getirenler! Oruç tutmak tekçe siz Müslümanlara değil, sizden evvelki ümmetlere de, kavimlere de vacip edildi. Bes bu oruç bize ne kazandırır? Orucun en başlıca, en müstesna vazifesi bize kaytarmak, bizi özümüze kaytarmak ve hakiki sahip olacağımız en büyük değer tekvanı elde etmektir. Eğer bundan daha mühim bir şey olsaydı tabii ki Rabbimiz onu bize bildirerdi. İkinci ayette ise böyle buyurulur. Eyyâmen ma'dûdât فَمَنْ كَانَ مِنْكُمْ مَرِيدًا اَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرٍ وَعَلَى الَّذ۪ينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ فَمَنْ تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ وَاَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُونَ. Oruç tutmak sayı müeyyen olan günlerdir. Bu günlerde sizden hasta veya seferde olanlar tutmadığı günler kadar başka günlerde oruç tutmalıdırlar. Oruç tutmağa takati olmayanlar ise her günün əvəzində bir yoksulu doyuracak kadar fidye vermelidirler. Kim könüllü bir yaxşı iş görərsə, bu onun için daha yaxşı olar. Biləsiniz, oruç tutmağınız sizin için daha hayırlıdır. Aziz ve değerli Müslümanlar, Rabbimiz bu ayede oruç tutmağın sayılı günler, neçə günden ibaret olduğunu bizlere bildirir ve kimler oruç tutabilmez, onu bize bildirir. Eğer hasta olarıqsa yaxud taqətimiz olmazsa yaşlı qocalardır, oruç tutmağa gücləri çatmır. Onların fidye vermeyini, yani her tutmadığı günün mukabilinde bir yoksulu doyurmağı bildirilir. Seferdəsənsə, seferde olduğun müddette, yani kısa müddetli seferlerdirse, bu günlerde oruç tutabilmezsen ve bu günlerde sen üzürlü sayılırsan ve onun mukabilinde ise Rabbimiz buyurur ki her kim könüllü olarak yaxşı bir iş görərsə, əslində her ne kadar İslam'ın 5 vacip əməlindən biri de oruç olsa da Rabbimiz hiçbir ibadete bizi mecbur etmir. Namaz da, oruç da, hac da, zekat da, humus da, cihat da her biri könüllülük esasındadır. Doğrudur, dinimizin vacip hükmüdür. Ama sen etmeyeceğin bir takdirde seni her hansı bir güvveyle, gücle buna mecbur etmirler. Ve böyle bir olduğu halde Rabbimiz ayette buyurur ki herkes könüllü olarak yaxşı bir iş görərsə, yani bu sen sefer meselesidir veyahut orucu tutum tutmuyum, xəstəyəm, gücüm çatar çatmaz bu kimi bəhanələri ortaya gətirərək
bu gönüllülükten biraz uzak durarsansa Rabbimiz ayının sonunda buyurur, bilesiniz oruç tutmağınız sizin için daha hayırlıdır. Yani istisnalar var. Rabbimizin bizim için yarattığı şeraitler var. Ama bunların olmasına bakmayarak ayenin sonunda Rabbimiz bizi dikkatimizi, fikrimizi hususi olarak bir yere çekir ki bilesiniz ki oruç tutmak sizin için ne kadar faydalıdır, ne kadar hayırlıdır. Üçüncü ayede ise yani okuduğum ayeler Bekara suresinin 183, 184 ve 185. ayeleridir. Rabbimiz buyurur ki Şehru Ramazanellezî unzile fîhil Kur'anu huden linnâsi ve beyinâtin minel huda vel furqan. فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّٰهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللّٰهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ. Ramazan ayı insanlara doğru yolu gösteren, doğru yolu ve hakkı batilden ayırmayı açık aşkar delillerle beyan eden Kur'an'ın nazil olduğu aydır. Bu ayın bir de hususiliği, bir de özelliği, bir de 11 ayın sultanı olmağı bu ayda Kur'an-ı Kerim'in nazil olmağıdır. Sizden her kim o aya yetişerse onu oruç tutsun. Hastalananlar yahut seferde olanlar ise başka günlerde tutsunlar. Allah sizin için çetinlik değil, asanlık ister ki sayı tamamlayasınız. Sizi doğru yola yönelttiğine göre onu böyük tutasınız ve şükredesiniz. Aslında oruç ibadetinin mahiyetine baktığımız zaman görürük ki Rabbimiz bizim sadece aç kalmamızı istemir. Ne de biz oruç tutsak Rabbimizde bir şey değişmir. Rabbimiz bizim aç kalmamıza mühtaç değil. Aslında insan öyle bir varlıktır ki onu yaradan alemlerin Rabbi olan Allah neye ihtiyacı var, neye mühtaçtır, onun mualicesi ne ile mümkündürse Rabbimiz o dermanı bize gönderiptir. Aslında oruç dert yok, dermandır. Hastalıklarımıza dermandır. Bugün Gərb ülkelerine baktığımız zaman görürük ki birçok sağalmaz hastalıklar her ne kadar doğru veya yanlış üslup olsa da 10 günle 15 günle sadece su içmekle açlık vasıtasıyla mualice edilir. Ama alemlerin Rabbi olan Allah bir ay hususi olarak ele günler seçilip ki ele bir mualice metodu gönderip ki başka aylarda bakırıq yemek metodumuz necə olmalıdır? Mədənizi 3 hissəyə bölün, bir hissəsi yemek, bir hissəsi su, bir hissəsi havadan ibaret olsun. Birinci, dördüncü günlerde oruç tutun veyahut ayın evvelinde, ortasında, sonunda oruç tutun. Ve hususi olarak Şaban, Recep ayları bizlere tövsiye olunur ve mübarek Ramazan ayının da orucunu tuttuğumuz zaman biz Allah Resulüne ve sahabelere bakırıq ki, Ehl-i Beyt imamlarına bakırıq ki, onların bizim kimi o kadar da hekime gitmeye ihtiyaçları olmayıp, belki de bütün hastalıkların köküne bakanda görürük tok mede dayanır. Ve onun için de Rabbimiz bu bir ayı her ne kadar bazı insanlarımıza çetin görsense de bizim için gönderip ki biz maddi gıdalardan biraz uzaklaşaq, mədəmizi boşaldaq, cismimizi yüngülləşdirək ve psikoloji olarak sadece düşünmeyek ki bu ay rahmet ayıdır, bu ay fazilet ayıdır, bu ay bereket ayıdır. Biraz basiretli bakmış olsak ki bu ay içerisinde giden proseslere, okuduğumuz Kur'anlara, tefekkürlerimize, zikirlerimize göreceğiz ki hakikaten de sadece bu özümüzü inandırmak yok,
İşin həqiqətində Allah bu ayı gözəlliklərlə bəzəyib, mələkləriyle bəzəyib. Biz interneti gözümüzlə görə bilmirik. Amma bəlkə də bugün ən çox iman gətirdiyimiz məsələ internetdir ki, bir çox işlərimiz onunla həll olur. Bir halda ki, internete bu qədər iman gətirmişik, inanırıq, necə olur ki, Allah'ın gözə görsənməz mələklərinə inanmayaq? Bu ay daxil olduğu zaman cəhənnəmin qapıları bağlanar, cənnətin qapıları açılar, şeytanlar zəncirə vurular və hər gecə bir münadi nida edər. Vardı mı tövbə edən, tövbələrini qəbul edim. Rəbbimiz münadi vasitəsilə bizlərə xitab edər. Vardı mı tövbə edən, tövbələrini qəbul edim. Vardı mı məndən bağışlanmaq diləyən, onları bağışlayım. Vardı mı məndən bir şey istəyən, o qullarımın istəyini həyata keçirim. Muhammed və Ali Muhammedə salavat zikr edeyim. Əziz və dəyərli qardaşlarım, dedik ki, Rəbbimizin bizim tuttuğumuz oruçlara ehtiyacı yoxdur. Nəinki tuttuğumuz oruçlara heç bir əməlimizə ehtiyacı yoxdur. Amma uca Rəbbimiz bizi sevərək yarattı. Buyurdu ki, ata-ananızın sizə olan sevgisi nədirsə, nə qədərdirsə, hansı ölçüdədirsə, mənim sizə olan sevgimin yanında bir zərrədir. Atmışam onların fitrətinə, onun üçün sizi bu qədər sevir. Başqa bir ayədə buyurur ki, mən sizə şah damarınızdan yaxınam. Həzrət İmam Hüseyin Aleyhisselamın gözəl bir kəlamı var. Buyurur ki, Allahım, səni tapan nəyi itiribdir, səni itirən nəyi tapıbdır. O mübarəklər Allah'a o qədər yaxınlıq yaşadılar ki, o şah damarından yaxın olan Allah'ın yaxınlığını o qədər hiss etdilər ki, itirənlərə xitab elədilər. Allahım, səni tapan nəyi itirib, səni itirən nəyi tapıbdır. Başqa bir ayədə uca Rəbbimiz buyurur ki, Allah kişi ilə onun özünün arasına girər. Yəni Allah sənə bu qədər yaxındır. Bir hədisi qüdsüdə buyurur ki, mənim ərşim nə yerə sığar, nə də göylərə sığar. Amma mömin bir qulumun, bəndəmin qəlbinə sığar. Bayaq biz oruçluqla bağlı Bəqərə surəsinin 183, 184, 185-ci ayələrini oxuduq. 186-cı ayədə isə Rəbbimizin xitab forması dəyişir və fərqli istiqamətdə öz qullarına, bəndələrinə mesaj verir. Bismillahirrahmanirrahim. وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِي فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Ey Resulüm, bəndələrim məni səndən soruşduqda söylə ki, mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər. Rəbbimiz Rəsuluna buyurur ki, bəndələrim məni səndən soruşsalar hardayam, dualar necə qəbul olunur, qışqıraraq dua edək, yavaş səslə dua edək. Buyurur ki, bəndələrim məni səndən soruşsalar, de ki, mən onlara çox yaxınam. Dua edənin duasına icabət edərəm. Və hansı şərtlə? Onlar da gərək mənim çağırışıma cavab versinlər. Mənə iman gətirsinlər ki, mən də onların dualarını qəbul edim. Nə üçün bu 3 ayədən sonra gəlir? Rəbbimiz bizə oruçla bağlı xitab etdi. Orucun mahiyyəti ilə bağlı xitab etdi. Ramazan ayı ilə bağlı xitab etdi. Ramazan ayının içərisində
əslində o yaxınlığı qazanmağı bizə bildirdi ki, Ramazan ayının mahiyyəti, əhəmiyyəti bundan ibarətdir ki, biz təqva əldə edək və Allaha yaxın olaq. Allah bizə yaxındır, şah damarımızdan yaxındır, bizə özümüzdən yaxındır, amma biz 11 ay içərisində yaşadığımız qəflətlər bizi Allahdan çox uzaq salmış olur. Və xüsusi olaraq Allaha yaxınlaşdıracaq digər əməllər bu ayda 1'ə 10 qat artıq olaraq Rəbbimiz verər. Sədəqələri artırmaq, Allah yolunda möminlərə, müsəlmanlara yardım etmək, fürsətimiz çatdığı, imkanlarımız əl verdiyi vaxtlarda iftar süfrələri açmaq, əhsin kəmə əhsənallah, Allahın sizə ehsan etdiyi kimi insanlara ehsan etməkdir. Cüməniz mübarək olsun.